Ramazan ayının gündəlik duaları imsak və iftar vaxtına keçməzdən öncə kanalımıza abunə olmağı unutmayın. Mart ayının 5-i Ramazan ayının 15-ci günüdür. Martın 5-də imsak vaxtı saat 05:43, iftar vaxtı isə saat 18:51-dədir. Ramazan ayının 15-ci gününün imsak duası belədir. İlahi, bu gün qəlbində Allah xofu olan şəxslərə məxsus itaəti mənə nəsib et. Bu gün sinəmi məvazökarların tövbəsi ilə genişləndir. Əminliyinə and verirəm. Ey qorxu əhlinə əminlik bəxş edən Allah. İftar duası isə belədir. İlahi, sənin üçün oruc tutdum. Verdiyin ruzi ilə iftarımı açıram və sənə təvəkkül edirəm. Orucumu qəbul et. Həqiqətən sən duaları eşidən və hər şeyi bilənsən. Ey geniş məğfirət sahibi, günahlarımı bağışla. Allah orucunuzu qəbul etsin.